Dəyərli qonaqlar, bu şərəfli mübarizəmizin arxasında dayanan elə bir qüvvə də vardı ki, ön cəbhədə belə igidlərimiz onlardan güc alırdılar. Qələbənin işığında onların fədakarlığı və göstərdikləri əzm əvəzsizdir. Bu qüvvənin adı Azərbaycan qadınıdır. Növbəti səhnədə yazıcı İlxan Xanəlizadənin Azərbaycan qadının yenilməz ruhuna həsr etdiyi Qalib qadın monoloqunu benefisiarımız Günay Məmmədova təqdim edəcək. Mən anayam, əskər anası. Vətən müharibəsində cəbhədə döyüşən oğlumu səbirlə gözlədim. 44 gün əskər anası kimi səssiz, amma başım dik, gözlərim də göylərdə. 44 gün səssiz qalmağım hər kəs təəccübləndirdi. Axı sən necə anasan deyirdilər. Amma onlar bilmirdilər ki, həmin günlərdə hər kəs susanda əskər analarının ürəyi yaradana dua ilə danışırdı. Mən də onlardan biri. Övladı torpağa əmanət etmək nədir? Mən bilirəm. Mənim oğlum sağ qayıtdı, sağ və qalib. Bilirsiniz oğlum mənə nə dedi? Dedi, ana, mən səndən aldığım güc qüvvətlə qalib gəldim. Bir qadın nə vaxt güclü olur? Oğlu əli silah tutanda? Yox. Sinəsi dolu medalla anasını qucaqlayanda, göz yaşını uda bilib gülək biləndə, düşmənə nifrət etsə də ürəyində kin saxlamayanda, bəli, mən qalib xalqın, qalib əskərinin anasıyam indi. Əvvəl onun anası təkcə mən idim. İndi mənim oğlumun minlərlə anası var. O bütün şəhid analarına ana deyir. Qalib olmaq təkcə torpaqları düşməndən azad etmək demək deyil, həm də bu torpaqları çiyin-çiyinə verib Gülüstanı çevirməkdir. Xain düşmən Qarabağımızı xarabazara çevirmişdi. Amma onlar bilmədilər ki, biz kül içində köz saxlayan, öz külündən alov yaradan xalqıq. Mən oğlumu döyüşə ağlayaraq yola salmadım. Torpağa inanıb göndərdim. O da əlində silahı məhz torpaq üçün tutdu. Ali baş komandanın dəmir yumruğu və qəhrəman oğullarımızın sayəsində biz bugün bax, bu torpaqların üzərində gəzirik. 3 rəngli bayrağın kölgəsində Azərbaycan əskəri dayandıqca bütün Qarabağ, Şuşa, Xankəndi, Laçın, Füzuli, Qubadlı, Ağdam, Zəngilan, Kəlbəcər cənnətə dönəcək. İnşallah, inşallah. Müharibə bir də bu dağlara gəlməyəcək. Var olsun bizi qalib edən əskər. Yaşasın Azərbaycan. Biz hamımız qalibik.